Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Dekabr ayının 5-də Orduvat rayonunun Nəsibaz kəndindən gördüklərimiz. İlin ən soyuq gecəsi oldu bu gecə. -3 dərəcə. Yolda Rizdə don açılmayıb. Nəsibaz kəndində bugün Zeynəb xalanın ikisidir rəhmətə gedib, Allah rəhmət eləsin. Yaxın kətlərdən, Bistən TV'dən, uzaqdan qohum əqraba hamı gəlib başsağlığına. Biz də girib ifadə vermişik, Allah rəhmət eləsin. Çöldə çadır qurublar. Çox sağ olsun Nəsibaz kənd sakini Ramiz qardaşımız təşkil edib ilk dəfə. Atası rəhmətə gedəndə çadırı qurmuşdular. Xeyirdə, şərdə istifadə edirlər. Ancaq stolları TV kəndinindir. Hardasa 2 ay bundan əvvəl anonsunu vermişdi ki, elan eləmişdi. Maddi vəsait lazımdır. Stolların üstü dəyişilməlidir. Çox sağ olsunlar, dəstək olanlar. Dəstək olmayanlar da sağ olsun. Dikt aldılar, kəsdilər. Əlavə 4-5 stolda yenidən düzəldiblər. Bugünkü gündə Nəsibaz kəndində məclisdə istifadə olunur stollar. Stolların ilkində hələ 95-96-cı ildə TV kəndinə qaynanasının yasına gələn Akif Muradverdiyev düzəltdirmişdi. Ona da sonsuz təşəkkür edirik, çünki TV kəndinə yeni yolun çəkilməsinin də baiskarı oldu. Gedən kimi Milli Məclis səviyyəsində müzakirə olundu, büdcədən pul ayrıldı. Yeni TV yolu çəkildi. Yol çəkən, körpü salan, su çəkən, xeyirxah işlər görənin hamısına sonsuz təşəkkür düşür. Keçən yağışdan sonra yollar palçıq olsa da çox qar yağmadı. Şaxta da yolu dondurub gediş-gəliş elə çətin deyil. Yoxsa əvvəlki qışlar olsaydı ilin bu vaxtında çox maşın bura gələ bilməzdi. Bugün də çox maşın var. Ancaq Elməddi müəllimin toyunda bəlkə 200-ə qədər maşın gəlmişdi Nəsibaz kəndinə. Toydan sonra maşınların bir ucu Kolludaydı, bir ucu Nəsibaz kəndində. Sağ olun hörmətli izləyicilər, növbəti videolarda görüşərik. Olar ki, günün irəliləyən saatlarında da yeni video çəkək, paylaşaq. Hələlik salamat qalın.